Salam, hər vaxtınız xeyir olsun. Sual nədir? Göz dibində aşkarlanan pambıq atmaları hansı xəstəlikdə müşahidə olunur? Cotton wool dediyimiz belə bir əlamət var. Şəkərli diabetdə daha çox, retinopatiyalarda özünü göstərir. Daha çox şəkərli diabetdə, bəzən hipertonik retinopatiyalarda da olur belə bir şey. Şəkərli diabetin ortaya çıxartdığı retinopatiyalarda cotton wool dediyimiz pambıq atmaları simptomu, əlaməti var. Bunun səbəbi qanda şəkərin çox yüksək dərəcələrdə oynaması. Yəni şəkərin bir anda 30-a 40-a düşməsi, sonra xəstə yemək yeyir, yemək bir anda yediyi yeməyin porsiyası çox olur. 30-dan 40-dan anidən 40 dəqiqənin içərisində 600-ə çıxır şəkər. Belə stresli periodlarda belə bir cotton wool olur. Əgər biz xəstələrin göz dibində, retinasında cotton wool dediyimiz əlaməti görürüksə, bu demək ki, xəstənin dietasında problem var, yemək qaydalarına riayət eləmir. Çünki şəkərli diabetlərdə ən önəmli nüanslardan bir dənəsi də az-az, tez-tez yeməkdir. Xəstələr şəkərli diabet olduqları halda belə bəzən buna diqqət eləmirlər. Baxırsan, deyirəm, nə vaxt yeyirsən, deyir doktor, səhər saat 8-də yeyirəm, biri günorta saat 3-də. Düşünün, səhər 8-də yediyi yemək artıq şəkərli diabetdə insülin çoxaldığına görə saat 10-a, 11-in yarısına artıq tamamən insülin o qidalarını parçalamış olur qandakı qidanı. Şəkər yavaş-yavaş düşməyə başlayır. Saat 3-ə gəlincə artıq xəstənin şəkəri demək olar ki, 30, 40, 50 civarında olur. Sonra bu səfər oturub səhərdən acdır deyə necə lazımdır bir günorta nahar etdiyi zaman bu səfər də şəkər anidən 550-600-lərə qalxır və belə bir stres olur orqanizmə. Əsla qadağan olmamalıdır. Elə bugün bax, elə bir saat olar, bəlkə bundan öncə bir pasiyentimiz gəlmişdi, cavan 75 təvəllüd. Çox təəssüf ki, şəkəri olduğunu bilir, amma axırıncı səfər şəkərini nə vaxt ölçdüyünü xatırlamadı və gözün dibində cotton woollar var. Yəni bu ondan əlavə vəhşi damarlar, nevaskülər damarlar əmələ gəlib. Bu demək ki, göz çox böyük risk altındadır. Atmaları, cotton woollar diabetik retinopatiya zamanı ortaya çıxan əlamətlərdən biridir.